Hal-hazırda Tovuz rayonunun şəhər məzarlığındayıq, gəlmişik. Qəhrəman şəhidlərimizdən olan 44 günlük Vətən müharibəsinin qəhrəman igidi Nağıyev Pərviz Güloğlan oğlunun ziyarətinə. Bugün qəhrəman şəhidimizin anım günüdür. 44 günlük Vətən müharibəsində iskin düşüb ən gec tapılan Tovuz şəhididir. Allah ruhunu şad eləsin, Allah doğmalarına səbir versin. Qardaşımızın 2 oğul balası var. Bizlərə əmanət, xalqa əmanət. Allah onlara can sağlığı versin. Allah ata-anasına can sağlığı versin. Əzizlərinə, sevdiklərinə can sağlığı versin, səbir versin. Ruhun şad olsun, şəhid qardaşım. Haqqınız ödənməz. Allah valideynlərinizə uzun ömür, can sağlığı versin. Onların da haqqı ödənməz. Hər bir şəhid bizim üçün bir qəhrəmandır. Hər biri tarix yazdı. Bizim üçün, vətən üçün, dövlət üçün canlarından keçdilər. Qanlarından keçdilər. Candan şirin, candan əziz heç nə yoxdur ki, bu igidlər göz qırpmadan ölümün gözünə dik baxaraq bilə-bilə ölümü seçdilər. Torpağımızı azad elədilər. Haqqınız ödənməz. Haqqınızı bizlərə halal eləyin. Ruhunuz şad olsun.